Deməli uşaqlar deyir ki, 2 mol XSO4 suda həll olanda əmələ gələn məhlul 680 qramdır. Yəni 2 mol üçün məhlul 680 qramdırsa əgər, 1 mol üçün məhlulumuz neçə qram eləyəcəkdir? 340 qram eləyəcəkdir. Aha. Sonra 340 qram nədir? Məhlul 1 mol üçün. Və duz hansı duz idi? XSO4. XSO4-ün kütləsi X üstə gəlsin 96. Belə deyək, 340 qram məhlul, duzun kütləsi X üstə gəlsin 96. Deməli, suyun kütləsi nə olacaqdır? Məhluldan duzu çıxırıq. Çıxılsın X çıx 96. Bu deyiləcək 244 çıxılsın X. Bu isə nədir? Su. Sonra bizə deyir ki, XSO4-ü maqneziumdan. Deməli, buradan nə alınacaq? Maqnezium SO4 üzərinə gəlsin X. Deməli, XSO4-ü maqneziumla reduksiya eləyəndə yeni duzumuz burada nədir? Maqnezium SO4. Nisbi molekul kütləsi 120-dir. Yeni duzun kütlə payı 40%-dir. Deməli, 120-miz həll olan maddə, yəni 40%-dirsə, məhlulumuzun kütləsi nə qədər eləyəcəkdir? Məhlulun kütləsi eləyəcək 300. İndi əlimizdə olanlara əsasən hamısını yerinə qoyaq. Deməli, 40%-li məhlul olanda məhlulun kütləsi nə qədərdir? 300. Məxrəcdə 300 yazıram. Vur 100. Sürətdə deməli, həll olan maddəmiz nə qədər olacaqdır? Bayaqlarım demişdik. Deməli, 300 məhlulun, yəni bir də başlanğıcı biz axı ki, reduksiya prosesini suya heç nə eləməmişik. Başlanğıcda suyumuz nə qədər? Deməli, 300 qramlıq məhlulun çıxılsın 244 çıx X yazmalıyıq. Çıx X-də olanda burada X-in işarəsi dəyişəcək, üstəgəl X olacaqdır. Bu da deməli, buna bir ixtisar gedir. Qalır 300-dən 244-ü çıxırıq 56. Üstə gələnsin X bərabərdir 120-yə. X də bərabərdir 64-ə.